Hörmətli izləyicilər, mən Ələsgərov Vüsal İlqaroğlu, Bozqurt ləqəbli, yəni hər kəs tanıyır. Bu günlərim 13 iyunda 2026-cı il hal-hazırda Ağdamdayıq. Ağdamın gözəl mənzərəni görürsünüz. İbarətdəyik. Allah şəhidlərimizə rəhmət eləsin, Allah ordumuzu qorusun, Allah prezidentimizə can sağlığı versin. Prezidentin siyasəti nəticəsində ordumuzun gücü, şəhidlərin qanı bahasına hal-hazırda bu cür gözəlliklər yarandı. Və buna biz borçluyuq ilk öncə şəhidlərimizə, qazilərimizə və bizim ali baş komandan, ordumuzun rəhbəri olan prezidentə və özəlliklə də Qarabağ cəmaatına. Çünki həqiqətən Qarabağ cəmaatı əlbir olaraq bu torpaqları azad etdi. Əziz izləyicilər, mən sizi hər bir zaman çağırış etmişəm ki, Qarabağ torpağı bizim Məkkəmizdir, bizim Kərbəlayımızdır, bizim hac ziyarətimizdir. Çünki Allahın dərgahında olan o cənnət bizim bu Qarabağ torpağında şəhidlər yatır. Həqiqətən biz bu şəhidlərə borçluyuq və bu gözəlliyi həqiqətən bizə əmanət edən bizim şəhidlərimizdir. Biz hər bir zaman o şəhidləri yad edək ki, onların ruhu şad olsun. Hər bir Azərbaycanlının çiyində borcudur şəhidləri ziyarət eləmək. Hər bir Azərbaycanlının kiçikdən böyüyə olanın borcudur bu torpaqları ziyarət eləmək. Axı şəhidlər bizə əmanət etdilər. Allah ordumuzu qorusun ki, bizə bu gözəllikləri əmanət elədilər və xalq da birləşərək bu gözəl Ağdam torpağını çiçəkləndirdi, gözəlləşdirdi. Gördüyümüz bu binaları qısa bir müddətdə cənab prezidentin gücü sayəsində vətəndaşlarına, Ağdam sakinlərinə təhvil təslim verildi. İnşallah gələcəkdə də bizim bu torpaqlar ardıcıllıqla gözəlləşəcək, çiçəklənəcək və mənim hər bir zaman bir şüarım var. Hədəfimiz İrəvandır. İnşallah Qərbi Azərbaycan torpağında, İrəvan torpaqlarında biz o üçrəhli bayrağımızı sancacağıq və bununla deyəcəyik ki, həqiqətən də bütöv Azərbaycanındır. Yaşasın Azərbaycan, yaşasın dövlət rəhbərimiz, ordumuz, xalqımız və özəlliklə də həqiqətən də əsl türklər var bu Qarabağ torpağına yerləşənlər. Oğuz türkləri, yaşasın bütün türklər. Biz hər bir zaman demişik ki, Azərbaycana, türklərə qarşı olan o iyrənc şüarlar var o Fars rejimlərinin mi deyim, bədxahların mı deyim, o şüarları var bizlərə qarşı olanı. Allah nəhlət eləsin. Bizim bir prezidentimiz var, o da Cənab İlham Əliyevdir. Allah onu qorusun, vətənimizi qorusun, devlətimizi qorusun, xalqımızı qorusun. Allah şəhidlərə rəhmət eləsin. Yenə deyirəm, qurd heç bir zaman hiləyə gəlmir, qələbə çalır.